Azərbaycan dili müəlliməsi riyaziyyat suallarını izah edib. Hələ bir buna baxın. Fizika buna güldü. Müəlliməm, burada bir şərh var. Harda? Riyaziyyat sualına deyiblər ki, müəllim, fizika buna güldü. Aha, fizika buna güldü. Heç, tut bunu. Aha. Orxan hardadır? Orxan, zəhmət olmasa 2025-ci il blok imtahanına düşən fizika suallarından nə tapsan göndərdə bura. Qəbul imtahanına düşən suallar. Hazırsan? Hazıram mən. Neyini Getdik. Süd məhsullarının fizika ilə nə əlaqəsi var? Hələ də heç bir fikrim yoxdur. Görək nə olur. Buna da müəllimə. Bu maraqlı bir şeydir. 2 il fizikadan hazırlığa getdim, belə bir şey görməmişəm. Müəllimə sualı izah eləmir. Deyəsən birbaşa əyani şəkildə göstərir. Hə, ağa, indi öncə deyəcəklər ki, rəylərdə yazacaqlar, axı. Bunu edincə imtahanda vaxt bitəcək, imtahanda belə şey olmur. Sadəcə izah üçün deyirəm. Bunu biləndən sonra zaten qaydanı tətbiq eləmə nə var ki? Sual orada görəcəksiniz. Yəni, keçən il qəbul imtahanda düşüb fizikadan. Deyir ki, eyni cismi müxtəlif mayelərə saldıqda iplərdə yaradan gərilmə qüvvələri arasında münasibət T1 böyüdür T2, böyüdür T3 olur. Mayələrin sıxlıqları arasında hansı münasibət doğrudur? Bu çudodur bildiyimiz. Bu da sağ olsun ağa 30 dəqiqə falan çudoydu. İndi isə adi sudur. Həll elədi. Necə həll elədin? Yedim. Operativ şəkildə yedim. Operativ şəkildə yedi və içərisini su ilə doldurdu. Deməli, bax, müxtəlif mayələrimiz. Bu sudur, bu da suyun qatlaşdırılmış forması. Bu yeni bal da qoya bilərik. Əsas lazımdır ki, bizə mayələrin miqdarı eynidir və amma müxtəlif mayələrdir. Eyni cisimdə, baxırıq. Eyni cismi müxtəlif mayələrə saldıqda gərilmə qüvvələri arasındakı münasibət T1 böyükdür T2 böyükdür T3 olur. Gəlin salaq. Bismillah deyək. Bu sağ tərəfdə gözün yavaş aparmır. Başlayaq inşallah. Başladıq inşallah. Gördünüz? Bax, eyni cismi müxtəlif mayələrə saldım. Bunun gərilmə qüvvəsi tam şəkildə gərilməni gördünüz. Gərilmə böyükdür. Digərinə baxın, boş qaldı. Deməli, T1 böyükdür T2-dən. İndi gəlin sualımıza qaydırıq. Müxtəlif mayeyə saldıqda mayenin sıxlıqları arasındakı münasibət necə olacaq? Baxın, mayenin sıxlığı burada artıbdır, qatıdır. Mayenin sıxlığı artdıqca gərilmə qüvvəsi azalır. Mayenin sıxlığı azaldıqca gərilmə qüvvəsi artır. Gördünüz? Deməli, bunun gərilmə qüvvəsi böyükdür də, T1 böyükdür T2-dən. İndi bu mayenin sıxlığı artıb da axı, düzdür? Sıxlıqlar arasındakı münasibət hansı doğru olacaq? Deyəcək ki, P3 böyükdür P2-dən, o da böyükdür P1-dən. Çünki mayenin sıxlıqları arasındakı münasibət daha sıx hansıdır? Bax, budur, daha sıx və bunun gərilməsi azdır. Bunun isə sıxlığı azdır, gərilməsi çoxdur. Elə bil ki, bir-birinə tərs mütənasibdir. Bu qədər sadə. Yəni, tərs mütənasib olan T1 böyükdür T2 böyükdür T3 olmur, əksin götürəcəksiniz. Burada deməli, cavab olur Y variantı. Bu qədər sadə, tərs mütənasib olanı.